hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz diş implantları haqqında söhbət aparacağıq və suallarımızı uzman üz çənə cərrahı Əlifzət Mahmudov cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız uzman üz çənə cərrahı Əlifzət Mahmudovdur. Xoş gəlibsiniz, doktor. Çox sağ olun. Və biz qonağımızla diş implantları haqqında söhbət aparacağıq. Doktor, dişlə bağlı izləyicilərimizdən ən çox aldığımız suallar məhz diş implantları ilə bağlı olur. Çox aktual bir mövzudur və düşünürəm ki, bugün bu mövzu ilə bağlı bir çox suallara siz aydınlıq gətirəcəksiniz. Diş implantı süni diş köküdür. Onu yəni çənə sümüyə yerləşdirilir. Ondan sonra bir müddət gözlədikdən sonra indi onun müddəti də alt çəndə fərqlidir, üst çənədə fərqlidir. Bir müddət gözlədikdən sonra onun üzərinə müəyyən işləmlər aparıldıqdan sonra üzərinə diş düzəldilir yəni. Məsələn bir diş çəkildi. O çəkim yerinə implant qoyularsa artıq yandakı dişləri kəsməyə ehtiyac qalmır. Bunun da avantajı nədir? Yandakı dişləri kəsdiyimiz zaman bir müddət sonra o kəsən dişlərin üzərində olan qapağın altına qida artıqları da olur. Gələcəkdə ağızdan qoxu gəlmə riski var və gələcəkdə o dişlərin də çürümə ehtimalı var. Amma implantda belə bir şey yoxdur. Məsələn, 3 diş yan-yana fikirləşək, ortadakı məsələn bir diş çəkildisə, artıq ora yan dişlərə toxunmadan bir implantı qoyuruq və yəni pasiyentin öz ana dişləri də qalır yəni. Həmin çəkilən kimi implant qoymaq lazımdır, yoxsa gözləmək lazımdır yara yeri sağalsın? Çənənin qabaq tərəfində, ön tərəfində olan dişlərin çəkimindən sonra həmin yəni implant qoymaq olur. Amma arxa tərəflərdə, arxa dişlərdə bu bəzən olma ehtimalı var, olmama yəni ehtimalı da var. O artıq çəkim vəziyyətindən sonra ona baxaraq dəyərləndirir. Amma ön dişlərdə çəkib çox böyük ehtimal çəkib, yəni birbaşa həmin gündə məsələn həmin anda dişi çəkdin, implantı birbaşa yəni yerləşdirmək olur, çox böyük ehtimal. Bu da alt və üst çənədə ön dişlərdə bu ehtimal daha çox böyükdür. Yəni. Niyə arxa dişlərdə həmən yerləşdirmək olmur ki? Çünki arxa dişlərin kökləri bir neçə bəzən, yəni bir neçə kök birləşi olur və bir neçə kök birləşi olduğu üçün həmin o diş çəkimi yuvasından çıxdıqdan sonra implantı yerləşdirdiğimiz zaman implant orada sabit qalmalıdır, oynamamalıdır. Amma burada böyük bir boşluq kökdə birləşib olduğu üçün, bir neçə çox kök olduğu üçün, birləşdiyi üçün dişi oradan çıxartdıqdan sonra implantı qoysaq ora oynayar. İmplant oynadığı zaman osteointegrasyon sümük implant birləşməsi var. O da sümük ilə implant birləşmir. Birləşmədiyi zaman implant tutmur və düşür yəni. Ona görə burada implantda primer stabilizasyon dediyimiz, yəni sabitlik, implant sümüyə qoyduğumuz zaman sabitlik istənilən bölgədə ala biliriksə, çəkib anında implantı qoymaq olur. Amma o istənilən, əgər o sabitliyi ala bilmiriksə, yəni artıq gözləmək lazım olur ki, orada bir miqdar sümük əmələ gəlsin. Əgər çox böyük boşluq sonra yəni satışda olan sümük materiallar var, biomateriallar var. O biomateriallar qoyulur, müəyyən müddət gözlənilir. Sümük əmələ gəldikdən sonra, amma çox vaxt diş sümük əmələ gəldikdən sonra implant qoyulur. Amma çox vaxt diş çəkdikdən sonra biomaterialları ora qoymaya ehtiyac olmur. Elə çəkim boşluğu özü normalda olur sümüklə, bir müddət amma gözləmək lazımdır. Ondan sonra implantı qoyma olur. Ortalama yəni ortalama 1 ay yarım, 2 ay, təxminən 1 ay yarım, 2 ay. Yəni belə deyək də azı dişlər kimi tanıyırıq. Azı dişimiz əgər çəkilərsə, təxminən 1 ay yarım, 2 ay müddətində gözləməliyik ki, yara yeri sağalsın. Bəli, bəli. Ondan sonra artıq dişi implant etmək mümkün olsun. Bəli, diş əti o təxmini 2 həftəyə orada bağlanır. Yəni indi pasiyent fikirləşə bilər ki, artıq diş əti bağlandı. Bağlandı, mən artıq implant qoyda bilərəm. Amma elə deyil. Yəni ondan sonra bir
dediyim kimi 1 ay yarım 2 ay keçməlidir ki, orada sümük əməliyyat. Sümük əməliyyat gəlməni görmək üçün də rentgen çəkdirib ona baxmaq olur, yəni baxıla bilər. Doktor, bəs bu implant dişlər ömürlükdürmü? Yaxud qalıcılıq müddəti nə qədərdir? Bəli, implant dişlər ömürlükdür, amma necə ömürlükdür? Pasiyent yəni implantlara qulluq eləsə ömürlükdür. Yəni qulluğu necədir? Yəni öz dişlərinə necə baxır, elə gündə səhər axşam 2 dəfə fırçalma, bir səhər, bir axşam düzgün şəkildə fırçalma. Yəni indi qida artıqları qaldısa, onları məsələn diş iplərindən o qida artıqlarını təmizləmək. Bunu yanlış anlayanlar da olur. Elə öz dişim kimidir, nə istəyirəm, elim istəyirəm, fındıq sındırım, istəyirəm, nə bilim, bərk hansısa bir məhsulu yeyim deyirlər. Əslində nələrə diqqət etməliyik? Misal üçün, tam öz dişimizi %100 əvəz edirmi? Bəli, edir. Yəni hətta deyərdim, insanın öz dişindən daha möhkəmdir, yəni implant. Yəni, amma yenə də qoz fındıq sındırmayaq dişlərimizdə. O mən deyəcəydim, siz qabaqladınız. Yenə də düzdür, yəni qoz fındıq sındırmaq. Çünki yəni implant elə olduğu zaman çox vaxt, yəni o diş qapaq bölgə qırılır. Bir də daha çox qırılma implantın boyun hissəsindən olur, yəni qırılır. Bu vaxt qırıldı, nə etmək olar? Yəni bunun da çarəsi var. Yəni onda implantı qapağı çıxarsan, implantı çıxardırsan, yəni qapağı implant çıxardılır və orada yenə də bayaq dediyim kimi, yenə sümük varsa, yenə implantı anında qoymaq olur, yəni vəziyyətə görə dəyişir. Amma yenə o sümük yoxdursa, ya müəyyən qədər gözləmək, sümük özündən əmələ gəlsin. Əgər çox böyük bir boşluq varsa, biomaterial sümük tozu qoyulur, yəni membran da qoyulma ehtimalı var. Yəni ona da indi baxıb vəziyyətə görə dəyərləndirmək lazımdır. Membranın da burada əsas məqsədi qoyulan sümük tozunda, o da membran yöntəmidir, qoyulan sümük tozun dağılmağa qoymur. Yəni orada sümük tozunu sabit saxlayır. Bu sümük tozudur, membrandır, pasiyentdən çıxarılmır, ömür boyu yəni qalır. Sümük tozunun da bir miqdarı, hansı ki alınan sümük tozunun bir miqdarı müəyyən müddət sonra əriyir və insanın öz sümüyü onun içinə dolur, yəni. Membran da əriyir, yəni. O hansı ki sümük tozunu tutan sabit yadılan membranda əriyir, yəni. Bunların heç bir pasiyentdən çıxmır, yəni. Bizə də zaman-zaman izləyicilərimiz yazırlar ki, Könül xanım, diş implantı eləmişik, qısa bir müddətə implantın üstü də dişim zədələnibdir, yaxud dişim qopdu, qırıldı. Nə qədər pasiyentdən, nə qədər həkimdən asılı ola bilər? Belə hallar. İmplantın üstü qopdu, qırıldı. Yəni həkim bu implantı elədi, implant tutdu, sonra müəyyən işləmlər aparıldı, implantın qapağı düzəldi. Artıq pasiyent, məsələn, getdi evə, artıq normal qida qəbul edir, normaldır. Yəni, artıq bundan sonra pasiyent implanta məsuliyyət daşıyır. Baxma, bəli, məsuliyyət daşıyır. Amma yenə də, diş qırıldı, implant qırıldı, yenə də həlli yolu var, yəni. Yenə həkimə gedir, təbii həkimə gedir. Bəli, gəlsin, yenə həlli yolu var. Həkimdən nə peşəkarlıq tələb olunur, doktor? Həkimdən, yəni peşəkarlıq, yəni birinci, yəni məsəl üçün implantı deyim. İmplantın öz yerləşdirmə, yəni yerləşdirmək üçün bir iş sırası var, yəni bir sıralaması var. O sıralamanı düzgün şəkildə eləmək lazımdır. Sonra sterilliyə diqqət eləmək lazımdır. Sonra keyfiyyətli implantlar, yəni o çox yaxşı olar. Yəni düzgün şəkildə implant, ümumi, yəni düzgün şəkildə implant yerləşdirilərsə, yəni heç bir narahatçılıq olmur. Yəni implant tutur, üstünün sonra dişi, müəyyən işləmdən sonra üstünün dişi düzəlir. Pasiyent də istifadə edir ona. Bəs doktor, təcrübənizdə həkim xətalarına da rast gəlirsinizmi? Yəni olur, çox olur. Nələr olur? Misal üçün bir diş implantında eşidirəm, hansı həkim xətaları ola bilər? Yəni ən belə sadəsini deyim. Məsələn, sterilliyə diqqət edilməyən çox bir sadə bir şey.
implanta o sümüyə yerləşdirildikdən sonra implantın yəni düşmə ehtimalı çox böyükdür. Perimplantit dediyimiz implantın çevrəsində yəni infeksiya əmələ gəlir və implant düşür. Sonra yenə başa qayıdıb infeksiyanı təmizləyib, müalicə edib, ona düzgün sağlam vəziyyət o implant yerləşən bölgədə alıb yenidən implant qoymaq lazımdır yəni. Doktor, dediniz keyfiyyətli implant. Keyfiyyətli implantın hansı göstəriciləri var? Bu ölkədən ölkəyə dəyişirmi? Bəzən deyirlər, misal üçün Türkiyə var, Avropa var, Amerika var, misal üçün. Hansını seçməlidir pasiyent? Təbii ki, büdcəsinə uyğununu seçir. Bəs qiymətdən başqa hansı göstəriciləri var? Qiymətdən başqa göstəriciləri, yəni implantın düz normal baxıldıqda bütün implantlar yaxşıdır. Yəni normal implant qoyuldu, düşsədir, pasiyent artıq bunu normal istifadə edirsə, bütün implantlar yaxşıdır. Amma implantların öz içində daha çox yəni keyfiyyətlisi var, orta keyfiyyətli, aşağı keyfiyyətli belə yəni var. Yəni mənim özümün yəni dediyim kimi bütün implantlar yəni normal baxsa, yəni pasiyent qəbul, yəni pasiyent onu normal istifadə edir, amma normal baxmalıdır. Hə, implantın indi fərq olaraq üstünlüyü desək, məsələn, alt sənədə 2 ay ortalama, məsələn, üst sənədə 4 ay implant ortalama, düz vəziyyətə görə dəyişir, standart 4. Yəni, alt sənədə 2 ay, üst sənədə 4 ay gözlənilir implant sümüyü birləşməsi. Ha, üstünlük olaraq, məsələn, bəzi implantlar var ki, alt sənədə 2 ay yox, 1 ay gözləmək bəs edir ki, onun üzərinə diş düzəlsin. Üst sənədə 4 ay yox, hardasa bir 3 ay bəs edir ki, təxmini, genel standart 4 təxmini 3 ay bəs edir ki, üst sənəyə implant üstü diş düzəlsin yəni. Bu üstünlüyü demək olar. Amma yenə də implanta normal baxsa pasiyent, implant sümüklə birləşdikdən sonra qapağı da düzəldi. Pasiyent normal baxarsa istənilən implant, yəni istənilən implantı ömür boyu istifadə edə bilər. Bəs yaxşı baxırlarmı pasiyentlər? Baxanı da olur, baxmayan da olur, amma baxmadığı zaman da yenə də bunun yenə də bir həll yolu var. İmplant nə olar, qırılar, yəni diş qırılar. Ondan sonra nə olur? Pasiyent gəlir, yenidən işləm başa dönür. Qırılan diş çıxardılır, implant çıxardılır. O bölgə yenə uyğun vəziyyətə salınır və yenidən implant qoyulur, yenidən qapaq düzəlir. Yəni, amma həlli yolu var yəni nəticədə. Yəni. Doktor, dediniz ki, tutaq ki, azı dişidirsə, ay yarım, 2 ay sonra implant yerləşdirmək mümkündür. Deyək ki, kimsə bir 5 il keçib, 10 il keçib, 15 il bundan əvvəl diş çəkdiribdir. Bəli. Həmin yerə də implant olarmı? Əlbəttə ki, olar. Amma bunun üçün... Keyfiyyət fərqi olurmu? Keyfiyyət fərqi yoxdur. Yəni, keyfiyyət fərqi yoxdur. Amma nəticə olaraq buna implant yerləşdirməmişdən əvvəl rentgen çəkir. Rentgenda sümük yüksəkliyinə baxılır. Bəzi vəziyyətlərdə sümük qalınlığına baxılır ki, ora hansı ölçüdə implant olacaq. Yəni, bura implant olarmı, olmazmı? İmplant əgər ora olmursa, bunun da həll yolu var. Ora sümük köçürülür, sümük əmələ gəlir, hansı ki, implantın yatağı da, yatağı əmələ gəlir, yenə də implant qoyulur. Yəni, nəticədə implant qoyulur, yəni, həlli yolu var. Sümük olmasa belə, yenə implant yolu var. Amma dediyiniz kimi, məsələn, 15 il əvvəl diş çəkilib gəlibsə, orada yenə də standart vəziyyət öyrəcək, çox böyük ehtimal orada çox sümük əriməsi var, yəni. Onda sümüyün də vəziyyətinə baxmaq lazımdır. Yəni, implantda orada yenə primer stadion sabiti almaq olursa, implantda bir yerdə bir miqdar sümük tozu qoyulur, membran qoyulur. Membran da vəziyyətə görə dəyişir, qoyulur və
implant orada qalır. Amma bəzi vəziyyətlərdə implantla sümük tozu eyni vaxtda deyil də, birinci sümük çox az sümük qalıbsa, implantda primer sterilizasyon sabitlik almamsa, sümük tozunu ora qoyub, sümüyü orada əmələ gətirib yatağını, ondan sonra implantı qoymaq lazımdır. Bu çox, yalnız ki, implantı orada tutturmaq olmur, çox az sümük qalır. Yəni o vaxt birinci sümük, sonra implant olur. Amma bir implantla sümükdə eyni anda olan vaxt olur, tək implant yəni qoyulan vaxt olur yəni. Doktor, bütün halda bu implant yad cisimdir də bədən üçün. Bəli. Ola bilərmi ki, bədənin reaksiyası olsun? Misal üçün, allergik insanlarda allergiya verə bilərmi bir şey? Xeyr, implant insanlarda yəni allergiya verə bilməz, yabancı cisim reaksiyonu verə bilməz. Yəni, çünki implant insan orqanizmə uyumlu materialdan hazırlanır, yəni. Onun üçün orqanizmə onun heç bir zərəri yoxdur, heç bir reaksiyada verə bilməz yəni orqanizmə. Çünki deyim, orqanizmə uyumlu materialdan hazırlanır o yəni. Bizə bəzi izləyicilərimiz yazırlar ki, atamda, yaxud anamda, yaxud elə mənim özümdə şəkər xəstəliyi var. Şəkər xəstələrinə də rahatlıqla bu implantları tətbiq etmək mümkündürmü? Yoxsa diqqət etdiyiniz məqamlar olur? Şəkər xəstəliyinə olan pasientlərdə implantı uygulamaq olur, amma orada bir şəkərin kontrolu var yəni. O şəkərin müəyyən bir səviyyəsi var. O səviyyə saldıqdan sonra, endirdikdən sonra implantı yerləşdirmək olur. Amma əvvəl şəkərin o müəyyən bir miqdara endirmək lazımdır yəni. Doktor, bu implantlarla bərabər həm də vinirlər çox dəbdədir. Tez-tez də qarşımıza çıxır vinirlər. İstərdim vinirlər haqqında da məlumat verərdiniz. Kimlərə tətbiq oluna bilər vinirlər? Vinirlər dişlərə tətbiq olunur. Yəni vinir daha çox pasientləri estetikə önəm verənlər yəni istifadə edirlər. Yəni belə deyim. Nə qədər dişə zərər verir bir vinir, doktor? Və kimlərə tətbiq etmək olar? Yəni, deyək ki, içəri girib, doktor, mən vinir istəyirəm deyən hər pasiyentə vinir tətbiq etmək olarmı? Yəni, vinirləri hər pasiyentin dişin vəziyyətinə baxmaq lazımdır. Artıq pasiyentə baxıldıqdan sonra ona olarmı, olmazmı? Kimlərə olmaz məsələn? Yəni orada əgər o viniri ora uyğulayacaq bir vəziyyət yoxdursa, yəni onda olmur yəni. Alınmır yəni olmur yəni. Bir də doktor, biz baxırıq bu dişlərə, demək olar ki, dişlərin hamısı bir-birinə bənzəyir. Yəni plastik əməliyyatdan çıxmış burunlar kimi. Amma anadan gəlmə hamımızın dişləri çox fərqlidir. Məsələn, 10 nəfəri yanaşı qoyaq, onun da anadan gəlmə dişi fərqlidir. Ola bilərmi bu dişlər hazırlandığı zaman bu özəllik nəzərə alınsın? Hamının dişi eyni olmasın. Standart hamıda az qala eyni dişlərdir. Yəni standart belə uzaq məsafədən görünür, amma biraz belə çox dəqiq baxsan tam standart olmadığı görünər yəni. Amma indi necə pasiyent implant qoydurdu. Bəzi pasiyentlər deyir ki, mənim implantsız dişlərim çox ağ olsun yəni. Bəziləri deyir biraz ağdan biraz tündə doğru olsun və diş düzələn bax bu pasiyentlə bu kim diş yəni düzəldirsə o pasiyentlə məsləhətləşir, ondan sonra ona uyğun edilir. Vinirlərdə də ki, yəni necə çox sağlam vəziyyətdə olmağına uyğundursa, yəni o zaman vinir qoyulmalıdır. Yəni vinir orada 3-5 gün qalsın, düşsün, o mənasız olar yəni belə. Yəni sağlam bir vəziyyət alınırsa vinir qoyulmalıdır. O açıdan, o məntiqlə yəni pasiyent müayinə olunur, yəni o şəkildə baxılır. Bir də doktor, bu qoyulan dişlərin rəngi bəzən həddən artıq ağ olur. Qeyri-real rənglər də olur. Siz özünüz tövsiyə edirsinizmi rəngləri? Mən normalda öz
dişin necə rəngdə Hansı olubsa, rəngdədirsə. məsələn orada əgər o dişlərdən də təbii ki, orada qalıbsa da, yəni Bəli, ki, ona uyğun rəng. Çünki niyə görə? Yəni əvvəllər bu dişlə yəni yaşamısan, yəni bu rənglə və Rəngin insanlar budur. səni bu şəkildə qəbul edib, yəni. Tutaq ki, seçdik bir rəng. Bəli. O rəngin qalıcılığı nə qədərdir? O rəng də zaman keçdikcə sarala bilərmi? Rəng biraz dəyişikliklər olur, dəyişikliklər olur. Amma bu protezlərdə, yəni bu implant üstü dişlərdə, yəni qoyulan dişlərdə çox rəng dəyişməsi olmur, yəni. Bir də dişləri ağardırlar həm də. Bu Bəli. ağartma üsulları haqqında da məlumat verərdiniz? İşıq lazer yöntəmi ilə, bir də o nədir? Kimyasal yöntəm plus lazer yöntəmi. Yəni bu yöntəmlə var. Sonra kimyasal olaraq tək ağartma yöntəmi var. Bir də pat, yəni sürtürlər sadəcə elə üzdən təmizləyir, yəni belə təmizləmə yöntəmi var. Yəni Dişə zərəri Belə varmı bunlar doktor var o yəni. lazerin məsələn? Lazer və kimyasal, daha çox da ki kimyasal, yəni. Yəni dişlərdə həssasiyyət əmələ gətirmə riski var, yəni. Hamıya deməyim, amma risk var, yəni. O kimyasal Çox soyuq, çox isti içəndə, yəni Bəli. Yəni o kimyasal o maddə artı plus o lazerdə də. Yəni dişlərdə həssasiyyət əmələ gətirmə dediyiniz kimi, yəni çox soyuq içəndə dişlərdə həssasiyyət əmələ gəlmə riski var, amma məsələn əgər ağartma fikirləşirsə bir pasiyent, yəni mənim məsləhət gördüyüm airflow yöntəmi var. Airflow, hansı ki qum dənəcikləridir. Qum dənəciklərini püskürdürlər. O biraz əvvəl dediyim, məsələn, o patla da ağartmadan daha yaxşıdır. Düzdür, o patla ağartma artı silisyum airflow, yəni o ikisi birlikdə onlar ikisi birlikdə daha yaxşıdır. Burada da airflowda da nə olur? Yəni qum dənəciklərini püskürdürlər. Dişlərin tam arasında da olan qaraların da belə çoxsun çıxardır. Çünki çox xırda qum dənəcikləri təzyiqlə vurulur, yəni. Amma üzdə olan da qaralıqlarda onda patla ağartmaq, bu ikisi birlikdə daha məntiqlidir. Airflow Bəs ev şəraitində ağartmaq mümkündürmü? Hansısa təbii üsullarla doktor? Ev şəraitində ağartmaq olar, amma çox da güclü effekt verməyəcək. Yəni ki, mən çox güclü effekt verəcəyini sodadan dişini fikirləşmirəm. Elə soda, bəli, elə onu deyəcəm, qabaq. Yəni soda ilə elənir, amma tam o güclü effekti vermir, yəni. Dediyim kimi airflow plus o artı airflow patla ağartmaq olan yerin vermir, yəni. Bir də doktor, zaman-zaman sosial mediada qarşımıza çıxır, xüsusən də məşhurlar bunu edirlər. Dişə brilyant yerləşdirilir. Yerləşdirirlər. Bəs o istənilən vaxtı qopub düşə bilər, deyilmi? Yəni yeməklə uda bilər məsələn. Uda bilər. İndi onu düzgün şəkildə normal yerləşdiribsə, yəni uyğun şəkildə edibsə, onda heç olmaz qalar, yəni. Amma elə olur ki, yəni belə zəif yerləşdirilir. Yəni o zaman düşmə ehtimalı var, yəni. Udma ehtimalı da var, pulda. Yəni getdi. Doktor, son salonda söhbətimizi yekunlaşdırmaq istəyirəm. Diş sağlamlığımızı necə qoruyaq? Nələrə diqqət edək? Diş sağlamlığı ki implanta gec gedək. Bəli, yəni diş sağlamlığını qorumaq üçün həm də pasientə maddi yük düşməsin, pasientə yəni. Gündə 2 dəfə səhər axşam düzgün şəkildə fırçalamaq lazımdır. O düzgünə aydınlıq gətirir. Düzgünə aydınlıq, düzgün şəkildə fırçalamaq. Düzgün dişləri yəni diş ətinə dəyməyəcək şəkildə, yəni mümkün olduğu qədər diş ətinə travma vermədən aşağını, yuxarını dişləri, sonra dişlərin hansı ki damaq tərəfin, üst səndə, alt səndə dil tərəfin düzgün şəkildə fırçalamaq lazımdır. Yəni gündə 2 dəfə düzgün şəkildə fırçalansa, yəni bir də
dediyiniz kimi bir qoz fındıq sındırmasa Diqqət dişində etsinlər. diqqət eləsə, yəni dişlər normal gedər yəni. Gəldiyinizə görə təşəkkür edirəm Sağ doktor, olun, çox sağ olun. çox sağ olun, siz də Əziz sağ olun. tamaşaçılar, hər zaman olduğu kimi geyinmə görə isə Vomo Butikə təşəkkür etmək istəyirəm. Əziz xanımlar, əgər qardirobunuzu bir-birindən gözəl geyimlərlə bəzəmək istəyirsinizsə, bu cür geyimlərlə yolunuzu Vomo Butikdən sala bilərsiniz. Bir sıra geyimlərə çox yaxşı endirimlər də var. Təşəkkürlər Vomo Butik. Sizinlə isə sağollaşırıq, yenidən görüşünüzə gəlmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.